Qurban Bayramı münasibətilə Kənd Təsərrüfatı Nazirliyinin rəsmiləri kəsim məntəqələrinə baş çəkib, Nazir müavini İlham Quliyev yarmarkalardakı qiymətlərlə də maraqlanıb. Bayramla əlaqədar olaraq paytaxtın 10 rayonunda 23 məntəqədə qurbanlıq qoyunlar satışa çıxarılıb və ötən ilkindən fərqli olaraq bu il qurbanlıq qoyunların sayında artım var və eyni zamanda ötən ilkindən yenə də fərqli olaraq qoyunların qiyməti 90 manata endirilib. Ucuz qiymətə heyvanlar satılır, əhalimiz də çox maraqla, çox növbü ilə o heyvanları alırlar öz qurbanlıq heyvanları üçün. Bu heyvanların satılması digər heyvanların qiymətinin də aşağı düşməsinə gətirib çıxarır. Qurbanlıq qoyunların əksəriyyəti Bərdə və Beyləqandan gətirilib. Hər bir məntəqəyə xüsusi qəssablar təyin edilib. Heyvanların kəsiminə və ətin keyfiyyətinə nəzarət etmək üçün Dövlət Baytarlıq Nəzarəti Xidmətinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar. Heyvan sağlamdır və insan qidası üçün yararlıdır. Necədir vəziyyət? Vəziyyət elə ki, yaxşıdır inşallah. Növbəmiz gözləyir Allahın köməklə. Bu arada xalqımızı təbrik edirəm. Neçə belə gözəl bayramlar nəsib olsun. Bayram münasibəti ilə Kənd Təsərrüfatı Nazirliyi yarmarkalarda təşkil edib. Bazarda satışa yalnız yerli məhsullar çıxarılıb. Qiymətləri də yazılıb hamısı. Biraz da çalış çox satmaq üçün qiymətdə belə malın qaytarma da nə gətirmirsən sat. Yaxşı bayramın var. Salam, bayramınız mübarək. Sağ ol, bal. Day, necədir qiymətlər? Vallahi hələ təzə girmişəm, bilmirəm. Neçə aldınız baxıyarıq? O 40 qəpik, elə hər yerdə 40 qəpikdir. Necədir qiymətlər? Yaxşıdır, pis deyil. Yaxşıdır. Baha deyil? Yox, yaxşıdır. Bayramla əlaqədar paytaxtın 5 rayonunda yarmarkalar fəaliyyət göstərir. Yarmarkalarda fermerlərə yerlər pulsuz verildiyindən qiymətlər bazara nisbətən ucuzdur. Ayşə İsazadə, İskəndər Qəmbərov, Bakı.